bayram olmaqla yanaşı, həm də yaddaş, ənənə və mədəniyyətdir. Azərbaycan filmlərində də bu bayramın müxtəlif izlərinə rast gəlinir. Bugün Sinema Sportun Novruz buraxılışında məhz bu haqda danışacağıq. Novruz ümumiyyətlə xalq hərəkatının böyük bir bayramdır. Yəni niyə görə? Bu elə bir bayramdır ki, təsəvvür edin, min illər yığılan bütün ənənə təkrarlanır. Tariximiz, gələnəklərimiz bütövlükdə qədim zamanlardan toplanmış bütün istər nemətlərimiz, istər onun mətbəx mədəniyyəti, istər onun teatral ünsürləri, istər o keçirilən ayinlər, bütün bunlar hamısı bir araya gəlir Novruzda. Bizim ən məşhur, belə deyək də, Novruz ənənəsinin özündə daşıyan filmlərimiz var. İsmail Şıxlının Dəli Kür əsəri əsasında çəkilib bu film 69-cu ildə. Gözünüzə dönüm. Mehmet Ali, atlara yazığın gelmiyor. Niye kavursan? Qonaq, bəlkə sən tələsmirsən. Ancaq mən özümü evə tez çatdırmalıyım. Bugün bayram akşamıdır. Müslümanların teze elidir. Novruz bayramıdır. Bravo qonaq, sən bizim kəndə niyə girsən? Bayrama. Onda laf yaxşı. Getdik. Azərbaycan kinosu milli yaddaşı qoruyan ən güclü vasitələrdən biridir. Bəzən isə bu yaddaş özünü ən canlı formada bayram səhnələrində göstərir. Azərbaycan kinosunda Novruzun açıq şəkildə göstərildiyi ilk filmlərdən biri Dəli Kür sayılır. Bu filmdə Novruz təkcə dekor deyil. Burada papaq atı, yumurta döyüşdürmə, şal atma kimi oyunlar ekran dilinə çevrilir. Bu səhnələr təkcə folklor yox, insanların bir-biri ilə rəqabətə girdiyi, gücünü sınadığı anlardır. Novruz yalnız fərdi sevinci yox, ümumi birlik və paylaşım bayramı kimi göstərilir. Axşam saatlarında yandırılan tonqallar isə bayramın ən təsirli rituallarından biri kimi diqqət çəkir. İnsanlar alovun ətrafına toplaşır, tonqalın üzərindən tullanaraq köhnə ilin ağırlıqlarından təmizləndiklərinə inanırlar. Film bu ənənəni həm vizual, həm də emosional olaraq canlı şəkildə təqdim edir. O filmdə inanın ki, o qədər Novruz o qədər gözəl verilir. Bilirik ki, 60-cı illərin o repressiyası və sair məsələləri vardı. O təzyiqlər vardı. Amma buna baxmayaraq xalq, deməli, o ziyalılar, o kino sahəsinin adamları imkan tapıb o filmi yarada bildilər. Allah sizi xoşbəxt eləsin. Amin. Bayramınız mübarək. Bayramın mübarək kızım, bayramın mübarək. Aşağı kullandın. Hoppa. Hoppa. Aman. Bırak, kes sesini. İndi papaq atma deyirlər, amma istər qalanda bu qədim dövrdə bilirik ki, bu mərasim kurzundur, məsələn, kəmərdir, qurşaq atmadır, torba atmadır, yaylıq atmadır. Məsələn, bizim Şirvan bölgəsində yaylıq atma kimi bu icra olunur. Yəni, bunun sonradan papaqla atılması son hadisələrdir, son dövrdür. Tarixən bu belə olmayıb. Bunun da öz kökləri var, öz tarixi var. Həm qədim dövrdə bu papaq atma mərasimi icra olunardı.
bir ritual bir hadisəsi kimi. Bu bilirsiniz nətərdir? Burada papaq atan adam yüzü görünməməlidir. Çox vaxt indi uşaqlar artıq onu bilmir. Onun mahiyyətini təbii ki, uşaq bilmir onu. Amma qədim düşüncədə o ruhu imitasiya edir yanında. Baxa bilirik ki, Novruz bayramı həm də ruhların yada salınmasıdır. Həmin dövrdə insanlar qəbrisine gedir, həmin rəhmətə gedən insanlara gedirlər, ziyarət edirlər qəbirlərini. O insanın həmin bayram ərəfəsində ruhunu imitasiya edir. Onun qismində gəlirdi və ona görə düzü görünməməlidir onu. Ay kız ora baxın bir. Ha Şamxal, növbə sənindir, başla. Uşaqlar yol verin, görək bu gün baxtımıza nə çıxacaq. Ay kız, Pakize. Mən elə bildim sən göz atıb qapıdan görəcək. Bu ki bacıdan baxır. Ay görə içində nə var? Ay, bu iş boşdur. Ay qız da, onlar bayram paylarını almamış, damdan düşməyəcəklər. Hə, Məsmə xala, onda elə Pakizəni qoya heybəyə göndərək. Kim bilir, bəlkə səndən ötürü gəliblər. Hanı məndə o bax? Ay qız, o benim yemişini bura gətir. Dayan. Bu saat görərsiniz. Onların bayram payını mən indi özüm verəcəm. Bunlar yatıblar, nədir? Bana ne pay gözləyirlər? Ey, damdakılar, payınızı alın. Oy oy, nə yaman ağırdı. Mən sizə dedim də bura gələk. Yəqin yaxşı yeməli şeylər var. Bu nədir? Hadi qaçdı ki. Bizi yamaza doladılar ha. Bu nə deməkdir uşaqlar? Bu o deməkdir ki, əgər pişik buraxdın əlindən, götür kəpişi vur kəlləsinə. Neyle? İndiki belə oldu, biz də bu elin dişini apararıq. Gel uşaqlar. Qapını niyə sındırırsınız? Şeyimizi verin. Dedim ki sizə əl çəkməyəcəklər. İşində olur, Şeydə, kim lazımdır Açın sizə? kapını. Şeyden de gelmiş aparmalıyım. Nə pişik? Pişik də, miau, miau. Ne təmiz olsun bu saldatçılar. Sən kim? Qızlar, Sakitcə yerinizdə əyləşin. Bir kəlmə danışmayın. Onlara pişik lazımdır. Qoyun məni aparsınlar. Kimi burada kötələmək Dayan lazımdır? bir görün. Uşaqlar, bir bunlara baxın, görün sakit quzu kimi necə oturublar. Güya bu işdən bu xanımların heç birinin xəbəri yoxdur. Osman, kərpici ver görün. Deyəsən orada. Mən bu saat onu tapım. Özüm benim o. Ay qız, pişiyi heybiyə sən qoymuşdun? Uşaqlar, deyəsən bu dəcəl qıza oxşamır, ha? Sən heç. Miau. Ha, deməli pişiyi gəlinə buraxmısansa bu kərpic də vur kəllənə. Ha, indi sən məndən qutara bilməyəcəksən. Bura gəl. qızlar kömək! Uşaqlar, gecəli gələn burada süpər zaman oraya gətirin. O gəldi. Hoş geldin. Buyurun balalarım, bayram aşı. Həmişə şadlıqlar olsun. Və o qızlar orada görürsünüz ki, niyyət edirlər. Niyyət falı edirlər, su falı da qab qoyurlar, qaba üzük falı deyirlər. O üzük falını kesirib gənclər də, bax, bizim Novruzun ən gözəl cəhətlərindən biri nə idi? Gənclər, məsələn, erkən yaşa çatmış qızların, evlənmək vaxtından olanların ailə həyatı quruculuğuna bir qədəm qoyacaq bir dövr idi ki, həmin dövrdə insanlar gözləyirdilər, sınaq keçirirdilər ki, bu təzə ildə onlara ailə səadət nəsib olacaqmı? Axı Novruz yeni ildir. Köhnə ildən yeni ilə keçid.
ki? Bismillahirrahmanirrahim. Əşhədü ənna Məhəmmədən Rəsulullah. Bu üzü kimindir? Niyə onu bəxtə? Dedim sənə. Fakizə, deyim ürək gündən nə keçin? De. Ay qızlar, qaçın, oğul gəlir. Qapını açın, oğul gəlir. Məxmər döşək, gül yastıq, arasını açın, oğul gəlir. Ürəyimdən dedim ha. Bütün bunlar üçün insanlar o ritualları keçirirdilər, o ayinləri keçirirdilər və ürəklərində arzu tutardılar. Orada bir vəsf hal deyirlər. Vəsf hal deyib, o kimin üzüyü çıxırdısa, üzüyü çıxardı, onun şərində bir vəsf hal. Yəni, halın vəsfi, bayatı söyləyərdi orada. Bayatı deyərdi, indi xalqışda deyirlər, bizim məclislərdə, belə qadın məclislərində daha çox istifadə olunan bayatı növüdür, xalqışda deyirlər. Bax, bu filmdə çox detallı şəkildə, çox o qədər gözəl, hər bir şey yerində, yəni Novruza aid olan bütün məsələləri tapmaq olur. Səmənidən tutmuş, yumurtaya qədər, geyimdən tutmuş, icra olunan o, belə deyək də, o insanların münasibətinə qədər, bir-birlərini bayramlaşması, təbrik etməsi bir-birlərini, gözəl şəkildə orada təqdim olunub, xalqın bütöv bir elin, elatını görsən ki, cəmaatı bir yerdə, nə qədər güclü görünürlər. Mehmet Ali, deyəsən vaxtında gəlib çatmışıq, ha? Hava yeri atları qoymurdun ki. Bayramın da mübarək olsun. Sağ oluruz, Allah səndən razı olsun. O Çerneyevskinin o uşaqla yumurta döyüşdürməsi səhnəsi var. Çox maraqlı səhnədir orada. Novruz bayramın mübarək oğlan. Sağ ol Oğuz. Bayramın mübarək. Sağ ol. Sənin adın nədir? Adım Səftər xanım. Ha. Döyüşdürək? Döyüşdürək. Şərtimiz nədir? Oğuz, bu toyuq bu yumurtlanı doğur. Əgər uçsun, bu toyuğu, bu yumurtaları aparsan. Vur. Bəri ver. Deyəsən sənin toyuğunun yumurtası daşlandı. Deməli danışdıq. Əgər mən uçsam, bu toyuğu, yumurtaları aparıram. Cığalıq eləməzsən? Vur, Oğuz. Vuraq da. Udursan, şapka alacağım ha. Onu inirsən, başıma qoyacaqsan. O başa qoymalı şapka deyil ki. Onun içine qoz fındığı yığmaq ola. Özünü gözlə xan. Hop. Uduzdun. Deməli mənim şapkamın içine qoz fındığı yığa bilməyəcəksən. Belə. Hə. Qalıq eləmə. İkinci belə bir filmimiz var. 70-ci ildə çəkilib bu. 7 oğul istərəm filmi. Bax, həmən yaxın dövr olduğu üçün orada da o ənənə qorunur. Bu filmdə Novruz şənliyi xalqın coşqusunu və milli ənənələrin rəngarəngliyini əks etdirən canlı səhnələrlə təqdim olunur. Bu epizodlarda da bayram artıq sadəcə ailə daxilində deyil, bütün kəndin iştirak etdiyi ümumi şənlik şəklində təsvir olunur. Meydana toplaşan insanlar bayram əhval-ruhiyyəsini birlikdə yaşayır, musiqi və gülüş səsləri ətrafa yayılır. Bu şənliyin mərkəzində isə Novruzun ən sevilən obrazları, Kosa və Keçəl dayanır. Onların zarafatları, məzəli hərəkətləri və qarşılıqlı dəyişmələri insanlara sevinc bəxş edir. Kosa və Keçəlin oxuduğu mahnılar səhnəyə xüsusi dinamika qatır. Onların ifasında səslənən nəğmələr həm bayramın ruhunu yaşadır, həm də xalq yumorunun, söz oyunlarının necə zəngin olduğunu göstərir. Bu çıxışlar təkcə əyləncə deyil, eyni zamanda ənənələrin nəsildən nəslə ötürülməsinin bir forması kimi təqdim olunur. Ətrafda toplaşan kəndlilər bu səhnəni maraqla izləyir, alqışlayır, bəzən də qoşularaq bayramın bir parçasına çevrilirlər. Beləliklə, film Novruz şənliyini kollektiv sevinc, xalq teatrı və milli kimliyin ifadəsi kimi təqdim edir.
Saqqalı at quyruğu, Kosan bir oyun eyler, keçini koyun eyler. Yığar yağın büyüsün, keçəlin toyun eylər. Bahavri, ay bahavri, güller güller nahavri, ay nahavri. Bahçamızda gül olsun, ay gül olsun. Gül üstte bülbül olsun, ay gül olsun. Bal olmasın, neyine? Yağ olsun. Evdekiler sağ olsun, ay sağ olsun. Arvatlar eve geçsin. Kosanın payın geçsin. Gel de bu hamur kösağı bağı çapıya böyle bayram olaydı. Ay salam verin şu bayramımız mübarek olsun. Maraqlı cəhət nədir burada? 7 oğul istərəmdə bəzən deyirlər ki, bax indi Kosa irad tuturlar da, axı onun indi belə deyək də klona bənzədirlər daha çox. Üzünə rumyana çəkirlər, müəyyən kraskalardan istifadə edirlər. Bir növ Kosanın özünü arxaik o obrazlığından çıxarıb müasir klon şəklində o belə bir sirk bir belə deyək də o keyfiyyətləri gətirirlər onun üzərinə. Bu əslində qalanda bax bu etiraz buna olmalıdır. Çünki Kosa bizim o qədim arxaik bir mədəniyyətin daşıyıcısıdır. Bayaq qeyd etdiyim kimi mifoloji bir obrazdır. Təbiəti imitasiya edir, onun ölüb dirilməsini çox gözəl şəkildə o teatr ünsürlərinə təqdim edir. Qədim dövrlərdə yenə də elə, indi də məsələn yaz dövrü keçirilərdi. Yazda yəni, oyunların baş verdiyi bir dövrdə insanların toplaşdığı elat mədəniyyəti çöldə, yaşıllıq bir zonada, çəmənlik bir yerdə insanlar keçirərdi. Daha çox qızlı oğlanlı qarışıq bir oyun növüdür burada. Burada da müəyyən idman hərəkətlərinin orada olduğunu görür. Sürətlə qaçıb bir yoldaşı oradan çıxartmaq, dəstədən çıxardıb özünə tərəf aparmaq, qaçmağa, onun meyilli olması, onun sürət götürməsi və s. məsələləri. Bütün bunlar arası idman hərəkətlərinin göstərən bir əlamətləridir. Qızıl Uçurum filmində Novruz səhnəsi daha sakit və məişətə yaxın bir atmosferdə təqdim olunur. Bayramın səs-küylü tərəflərindən uzaqda bu epizod ailə daxilindəki münasibətlərin fonunda açılır. Qız atası ilə bir süfrə arxasında əyləşib. Söhbət sakit, ab-hava isə düşüncəlidir. Bu məqamda qapıdan asılan torba diqqət çəkir. Novruzun qədim adətlərindən biri olan papaq-attı səhnəyə daxil olur. Uşaqların qapılardan torba sallaması bayramın sevincini, paylaşma və gizli sürpriz ənənəsini simvolizə edir. Filmdə bu detal xüsusi vurğu ilə göstərilir. Qapıdakı torba yalnız bir oyun deyil, həm də bayramın evlərə gətirdiyi ümidin, gözləntilərin işarəsinə çevrilir. Süfrə başındakı sakitliklə qapıdakı bu kiçik hərəkət arasında maraqlı bir kontrast yaranır. Bayramın mübarək. Səndən belə. Hə qızım, bu ili də belə yola sal. Ata. Ay canım, İl nə üstə təhvil olur? oyun üstə. Qoyun üstə. Yaxşı olacaq. Ha, onda bolluq olur, əmin-amanlıq olur. Qonağımız gəlib qızım, dur yola sal. Kızım, Novruz bayramından güzel rəvayətlər var. Belə deyirlər ki, il təhvil olanda akarsular sif kimi ağarır. Bax, onu kim görsə, cəmi diləkləri hasil olur. Bu bayram buraxılışında milli oyunlarımızın mənalarını, onların filmlərdə necə əks olunmasını folklorçu qonağımızla müzakirə elədik. Novruz bizə göstərir ki, oyunlar, mərasimlər və hekayələr təkcə keçmiş deyil, onlar həm də kimliyimizin bir parçasıdır. Bayramımız mübarək.